Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonunda acı nəticələrə səbəb olur. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilib. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzəsində, o cümlədən çimərlikdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, bu qeyd olunan hallar qadağandır. Çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq. Yadda saxlayın. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı. Xəbərdar edici nişan və lövhələrin göstərişlərinə, xilasetçilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Məlumatda həmçinin qeyd olunub ki, təhlükə zamanı 112-yə zəng edilsin.